ben bugün büyük məmnuniyyət hissi ilə qeyd edirəm ki, Azərbaycanın torpaqlarının qorunmasında, Azərbaycanın müdafiə olunmasında, Dağlıq Qarabağda və başqa yerlərdə Masallı rayonunda gençleri, qəhrəman oğulları vuruşublar, döyüşüblər, şücaət göstəriblər, şəhid olublar. Bu günləri bütün şəhidlərin, o cümlədən Masallı'dan olan şəhidlərin xatirəsini böyük minnətdarlıq hissi ilə yad edirəm və bəyan edirəm ki, onların qəhrəmanlığı heç vaxt Azərbaycan xalqının tərəfindən unudulmayacaq. Onların gördüğü işler, onların şahitliği daima bizim kalbimizde yaşayacaklar.